Diplomatic karrieramin en gururverici anarindan biri, ikimin on beshinci ilde Buckingham Sarayında ela Hazret Kral 3. Charles'dan Fehri Mükafat almak oldu. Fehri mükafatlar görkemli nailiyetlerin ve hizmetlerin tanınmasıdır. Onlar Sir Winston Churchill kimi siyasetçilere, David Beckham ve Adele kimi idman ve medeniyet kademlerine, hemçinin devlet gülükçülerine verilir. Bugün gururla elan ederik ki ilk defa olarak iki Azerbaycan vatandaşı da Büyük Britanya'nın Fehri mükafatı ile teltif olunublar. İcazə verin onları size takdim edeyim. Böyük Britaniyanın yüksək mükafatına layiq görülməyim həqiqətən gözlənilməz bir xəbər oldu və bunun üçün təşəkkür edirəm. Bu təltifi fərdi nailiyyət kimi deyil, çalışdığım komandanın fəaliyyətinə, peşəkarlığına və nailiyyətlərinə verilən yüksək qiymət kimi dəyərləndirirəm. Peşəkar fəaliyyətimin keçdiyi yola nəzər saldıqda həm minnətdarlıq, həm də qürur hissi keçirirəm. 24 il ərzində Böyük Britaniya-Azərbaycan münasibətlərinə töhfə vermə imkanı əldə etdiyim üçün həqiqətən şanslıyam və minnətdaram. Bu töhfələr təkcə birbaşa iş fəaliyyətimlə deyil, eyni zamanda təhsil, mədəniyyət, ətraf mühitin qorunması və digər sahələrdə inkişafı dəstəkləmək imkanları ilə bağlı olub. Eyni zamanda qürurluyam, çünki Azərbaycanın enerji sektorunda çalışmaq, gündəlik işlərin hüdudlarını aşaraq daha geniş bir missiyanı, ölkənin və regionun enerji təhlükəsizliyinə töhfə vermək kimi strateji bir məqsədə ehtiva edir. Bu proseslərdə iştirak etməkdən həqiqətən çox qürurluyam. Bu gün mənim üçün unudulmaz bir gündür. Böyük Britaniyanın fəxri mükafatına layiq görülmək böyük şərəfdir. Təhsil sahəsində Böyük Britaniya-Azərbaycan münasibətlərinin inkişafına verdiyim töhfələrin yüksək səviyyədə qiymətləndirməsi məni çox sevindirir. Bu mükafat təkcə mənə aid deyil. Bu illər ərzində birlikdə çalışdığım bütün həmkarlarımın və tərəfdaşlarımızın ortaq əməyinin nəticəsidir. Bu mükafat mənim üçün həm böyük təşəkkür, həm də daha çox çalışmaq üçün böyük motivasiyadır. İnsanlar Büyük Britanya ve Azerbaycan arasında canlı köprü yaradır. Bahtiyar Aslanbeyli ve Nargiz Hacıyeva uzun illerdir Büyük Britanya-Azerbaycan tərəfdaşlığını möhkəmləndirirlər. Tarix yazdığınız üçün hər ikinizi təbrik edirəm.